Chevrolet Malibu modelində. Burada nəsə dəyişik bir şey görmürsünüz. Avtomobili qoyan zaman avtomobil başlayır qızdırmağa. Söhbət nədən gedir? 60, 70, 80'dən yuxarı gedən sürətdən gedir. Qardaş bu problemlə yaxınlaşıb yanımıza. Bu nə deməkdir? Bu o deməkdir ki, avtomobildə sirkulyasiya düzgün vəziyyətdə deyil. Necə ki, bax, peçi qoyulmuşuq polluğu da. Amma soyuq vəziyyətdə durur. Hətta kondisioner yoxdur, mən deyərdim ki. Yəni, peçdən əsər əlamət yoxdur. Bu da ondan əlaqədardır ki, əziz qardaşlar. Söhbəti uzatmayacağım. Avtomobildə sirkulyasiya düzgün vəziyyətdə işləmir. Bu problemin yaranma səbəbi radiator, termostat, pompa, qalovka, praqlatkası ola bilər. Əgər sirkulyasiyada problem varsa, bu nahiyələrə baxmaq lazımdır. Çünki qovan vəziyyətdə sirkulyasiya dayanır. Soyutma sistemi düzgün vəziyyətdə işləmir. Yox, əgər ki, bu barədə problem yaşamırsınızsa, deməli qalovka, praqlatkası təzyiqlənir. İnşallah onu da söküb, mən Renat Usta sizə göstərəcək. Diqqətlə izləyin. Ki, bax bu vəziyyətdə yolun qırağında qalmayasınız.